Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə Orxan Bəyovun 1-ci sinif məntiq kitabından KLM bölməsinin izahını verəcəm və birlikdə tapşırıqları həll edəcəyik. Bu bizim kitabımızdır. İlk 15 testi həll edəcəyik. Səhifə 31, 32. Buyurun, izləməyə davam edin. Birinci tapşırığımıza baxırıq. Deməli, ilk öncə nə edib? Deməli, burada nə verib bizə? Baxın, azalan, çıxılan və fərq. Bizə çıxılan naməlumdur, bilmirik. Onu tapırıq. Deməli, çıxılanı tapmaq üçün nə edirik? Azalandan fərqi çıxırıq. Yəni, biz 8-dən 5-i çıxırıq. 8-dən 5 çıxanda 3 qalır. Deməli, bizim ulduzumuz 3'dür. Doğru cavab B cavabıdır. 8 çıxılsın 3 bərabərdir 5. Ulduzumuz 3'dür. Doğru cavab B'dir. Keçid edirik ikinci tapşırığa. İkinci tapşırıqda bizdə burada hamburger rəsmi vermişdir. Üzərinə 5 gəlib, bərabərdir 9. Burada artıq birinci toplanan, ikinci toplanan və cəm verilmişdir. Bizdən birinci toplananı soruşur. Biz birinci toplananı tapmaq üçün nə edirik? Bəli, cəmdən ikinci toplananı çıxırıq. 9-dan 5 çıxdıqda 4 alınır. 9-dan 5 çıxdıqda 4 alınır. Deməli, 4-ün üstünə 5 gələndə 9 edir. Bizim hamburgerimiz 4'dür. Doğru cavab A'dır. Digər üsulla da sizə deyim. Çənin üzərinə 5 gəlsək 9 edərik. Onu tapmaq üçün 9-dan 5'i çıxırıq. Cavabımız 4 edir. Artıq biz bildik ki, bizim hamburgerimiz 4'dür. Keçid edək 3-cü tapşırığa. 3-cü tapşırıqda xəttkeş verilib və palitra verilib. Bu, rəssamların istifadə elədiyi boyaq qabıdır ki, burada boyalarını qoyub qarışdırırlar və rəsm əsərlərini çəkirlər. Deməli, boyaq qabı da deyə bilərik. Həmçinin də palitra. Demək, xəttkeş üstə gəl, palitra bərabərdir 8 yazıb. Biz bilmirik axı neçənin üstünə neçə gəlsək 8 eləyərik. Biz 2-nin üstünə 6 da gələ bilərik, 4-ün üstünə 4 də gələ bilərik. Ona görə biz keçid eləyirik ikinciyə. 4 çıxılsın, palitra bərabərdir 1-ə. Palitranı tapmaq üçün nə edirik? 4-dən neçə çıxsaq 1 edər? 4-dən neçə çıxsaq 1 edər? Bəli, 4-dən 3 çıxsaq 1 edər. Biz artıq bildik ki, bizim palitramız 3'dür. Palitramıza 3 yazırıq. Həmçinin biz bunu belə də həll edə bilərik. Azalan, çıxılan, fərq. Çıxılanı tapmaq üçün nə edirik? Azalandan fərqi çıxırıq. Bəli, 4-dən 1 çıxırıq, 3 qalır. Biz artıq bildik ki, palitramız 3'dür. Deməli, artıq tapdıq. Birinci toplanan naməlumdur. İkinci toplananımız 3, cəmimiz 8'dir. Birinci toplananı tapmaq üçün nə edirik? Bəli, cəmdən ikinci toplananı çıxırıq. 8-dən 3 çıxanda 5 edir. Artıq biz bildik ki, bizim xəttkeşimiz də 5'dir. 5'in üzərinə 3 gəldikdə 8 edir. Bizdən də nə soruşur? Xəttkeşimiz neçədir? 5. Bəli, 5. Doğru cavabımız A cavabıdır. Keçid edirik 4-cü tapşırığa. 2 stəkan verib. Cavabı 6 yazıb. Biz bunu belə tapa bilərik. Baxın, ikincidə də yenə deməli bir kofe stəkanı verilib. Bir də çay stəkanı verilib. Deməli, biz ilk bura baxırıq. Deməli, 6 verib. 2 eyni çaşqa verib. Deməli, biz bura 2 eyni rəqəm yazmalıyıq ki, onları topladıqca cavabımız 6 alınsın.
Neçənin üstünə neçə gələndə 6 eləyər? Sual verir. Cavabımız isə 2 eyni rəqəm olmalıdır. Yəni 6-nı 2 hissəyə böləndə. 6-nın içərisində 6-nı 2 hissəyə böləndə 3 bir hissədə qalır, 3 bir hissədə qalır. Düzdür? Deməli 3-ün üstünə 3 gələndə 6 edir. Çünki 2 eyni stəkan verilir. Deməli, rəqəmlər də eyni olmalıdır. Birinə 2, birinə 4 yaza bilmərik. Eyni olmalıdır. 3 üstəgəl 3 bərabərdir 6. Artıq biz tapdıq ki, stəkanımız 3-dür. Burada 3-ü qeyd edirik. İndi biz artıq digər stəkanımızı tapmağa çalışırıq. Neçədən 3 çıxdıqda 5 alınır? Onun üçün biz fərqin üzərinə çıxılanı gəlirik. 5-in üzərinə 3 gəldikdə azalanı tapırıq. Yəni 5-in üstünə 3 gələndə eləyir 8. Deməli 8-dən 3 çıxanda 5 alınır. Soruşur. Kofe stəkanımız hansı rəqəmə bərabərdir? Bəli, 8-ə. Doğru cavab B cavabıdır. Keçid edirik 5-ci tapşırığa. 5-ci tapşırıqda 4 üstəgəl stol üstü lampa şəkli qeyd olunub, bərabərdir 6-ya. Biz bu lampanı tapmaq üçün nə edirik? Deməli, toplanan, ikinci toplanan naməlumdur, cəm. İkinci toplananı tapmaq üçün cəmdən birinci toplananı çıxırıq. Həmçinin düşünürük, biz 4-ün üstünə neçə gəlsək 6 edər? Bəli, 4-ün üzərinə 2 gəldikdə 6 edir. Artıq biz bildik ki, bizim stol üstü lampamız 2-dir. İndi keçid edirik bizim kubokumuza. Neçədən 5 çıxdıqda 2 alınır? 2-nin üzərinə 5 gələndə 7 edir. Deməli, 7-dən 5 çıxanda 2 edir. Artıq bildik ki, kubokumuz da 7-dir. Demək, 2-nin üzərinə 7 gəldikdə 9 edir. Doğru cavabımız A variantıdır. Keçid edirik 6-cı tapşırığa. 6-cı tapşırıqda bizdə verib ulduz çıxılsın 3 bərabərdir 1. Neçədən 3 çıxanda 1 alınır? Bəli. 4-dən 3 çıxanda 1 alınır. İndi bizdən soruşur. Ulduz üstəgəl ulduz. Demək, ulduzumuz neçə idi? 4. Biz yazırıq. 4 üstəgəl 4 bərabərdir 8. Deməli, doğru cavabımız B cavabıdır. 4 üstəgəl 4 bərabərdir 8. Keçid edirik 7-ci tapşırığa. 7-ci tapşırıqda bir kiçik bir baş verib, üzərinə 2 gəlib, elib 6. Neçənin üzərinə 2 gəlsə 6 eləyər. Bunu tapmaq üçün 6-dan 2-ni çıxırıq. Bəli, birinci toplananı tapmaq üçün cəmdən ikinci toplananı çıxırıq. 6 çıxılsın 2, eləyir 4. 4 üstəgəl 2 bərabərdir 6-ya. Artıq biz bildik ki, bu işarəmiz 4 rəqəmidir. 4-dən də 3 çıxanda pizza dilimimiz 1 olur. Bizdən də pizza dilimini soruşur. Pizza dilimimiz 1-dir. Doğru cavab C variantıdır. Keçid edirik 8-ci tapşırığa. Burada soruşur, 3-ün üstünə 5 gələndə neçə edir? Bəli, 3-ün üstünə 5 gələndə 8 edir. Bizim qabdakı dondurmamız 8-dir. Dondurmamız 8 olduğu üçün bura 8 qeyd edirik. 8-dən 2 çıxanda 6 qalır. Deməli, bizim digər dondurmamız 6-dır. Dondurmamız 6-dır. Cornetto tipli dondurmamız 6-dır. Deməli, doğru cavabımız C variantıdır.
Keçid edirik 9-cu tapşırığımıza. 9-cu tapşırıqda 3-ün üzərinə neçə gəldikdə 5 edir? Deməli, ikinci toplananı tapmaq üçün cəmdən birinci toplananı çıxırıq. 5-dən 3 çıxanda 2 qalır. Deməli, bizim mavi rəngli stəkanımız 2-yə bərabərdir. 2, 3 üstə gəl 2 bərabərdir 5. Digər rəsmdə də neçənin üstünə 2 gəldikdə 8 edir. Birinci toplananı tapmaq üçün cəmdən ikinci toplananı çıxırıq. Bəli, 8 çıxılsın 2 bərabərdir 6-ya. Deməli, digər stəkanımız da 6-dır. Deməli, 2 və 6 olmalıdır. Cavablara baxırıq. B cavabı 2 və 6-dır. Mavi stəkanımız 2, digər stəkanımız isə 6-dır. Doğru cavabımız B-dir. Keçid edirik 10-cu tapşırığa. Burada bizdə A üstə gəl B bərabərdir 7-yə, A üstə gəl B çıxılsın C 6-ya bərabərdir, C bərabərdir sual. Biz bunu necə həll edirik? Bizə burada verir A üstə gəl B bərabərdir 7-yə. Biz burada yazırıq. İkinci tapşırığa baxın. A üstə gəl B. A üstə gəl B'miz nədir? 7. Yazırıq. 7 çıxılsın C. Baxın. A üstə gəl B'miz 7-dir. Çünki yuxarıda baxın verib. A üstə gəl 1 bərabərdir 7-yə. Deməli, 7 çıxılsın C bərabərdir 6-ya. Deməli, biz 7-dən neçə çıxsaq 6 edər? Bəli, 7-dən 1 çıxsaq 6 edər. Deməli, C-miz nəyə bərabərdir? 1-ə bərabərdir. C bərabərdir 1. Doğru cavabımız elə C variantıdır. Keçid edirik 11-ci tapşırığa. 2 kitab şəklidir. 2 vərəqdən düzəldilmiş təyyarə. Bizdən soruşur, kitab üstə gəl təyyarə bərabərdir sual. Deməli, 4 verib. 2 kitab üstə gəl kitab bərabərdir 4. Biz neçənin üstünə neçə gəlsək 4 edər. Lakin elə rəqəm seçməliyik ki, bunların ikisi də eyni rəqəm olsun. Çünki 2 eyni kitab verib. Bizə müxtəlif rəsm versəydi, məsəl üçün birini təyyarə, birini kitab versəydi, onda biz birinə 1, birinə 3 yaza bilərdik, məsəl üçün. Amma 2 eyni verdiyi üçün biz deməli 4-ü 2 hissəyə böləndə, tən ortadan 4-ü bərabər hissəyə böləndə bir tərəfdə 2 qalır, digər tərəfdə 2 qalır. Deməli, 2-nin üstünə 2 gələndə 4 edir. Həmçinin eyni olur. Baxın, kitab 2-dir, digər kitab da 2-dir. 2-nin üstünə 2 gələndə 4 edir. Artıq bildik ki, bizim kitabımız 2-dir. Keçid edik təyyarəyə. Təyyarə də eyni kitabda birinci rəsmdə olduğu kimi həll olunur. 6 neçənin üstünə neçə gələndə 6 edir. Biz 6-nı tən yarı bölürük. 3 isə birində qalır, 3 isə birində. Deməli, 3-ün üstünə 3 gəldikdə 6 edir. Deməli, 2-nin üstünə 3 gəldikdə də təyyarəmiz də 3 olduğu üçün 2-nin üstünə 3 gəlirik. Eləyir 5. Doğru cavabımız A variantıdır. Keçid edirik 12-ci tapşırığa. 12-ci tapşırıqda bizdən bu mirvari ilbizi gedir. Yəni, Azərbaycan dilində mirvari ilbizi gedir. İnci ilbizi də deyirlər. İçərisində inci, mirvari dənəsi olur. Bunun adı mollyuskdur. Yəni, sədəf ilbizi, inci ilbizi də deyilir. Bu, həmən o mirvarinin qabığıdır. Deməli, çıxılsın 2 verilir, bərabərdir balıq verilir. Deməli, biz tapmalıyıq. Burada da yazıb. Üstə gəl 1, deməli, sədəf üstə gəl 1 bərabərdir 7-yə. Deməli, sədəfin
qabığıdır. Üstə gəl 1 bərabərdir 7-yə. Deməli, neçənin üstünə 1 gələndə 7 eləyir? Bəli, 6-nın üzərinə 1 gələndə 7 eləyir. 7-dən 1 çıxırıq, 6 alırıq. Deməli, biz bildik ki, bu 6-dır. Deməli, 6-dan da 2 çıxanda 4 edir. Artıq bildik ki, balığımız da 4-dür. Doğru cavabımız A cavabıdır, 4. 13-cü tapşırığa baxırıq. Deməli, qarpızlı dondurmadır. Çıxılsın 8 bərabərdir 2. Azalan çıxılan fərq. Azalanı verməyib. Deməli, azalanı tapmaq üçün biz nə edirik? Fərqin üzərinə çıxılanı gəlirik. Yəni, 2-nin üstünə 8 gəlirik, eləyir 10. 10-dan 8 çıxanda 2 alınır. Həmçində düşünürük, biz neçədən 8 çıxsaq 2 alarıq. 10-dan 8 çıxanda 2 alırıq. Artıq biz bildik ki, bizim qarpızlı dondurmamız 10-dur. İndi bizdən soruşur topu. Neçənin üstünə 5 gələndə 10 edir? Bəli, 5-in üstünə 5 gələndə 10 edir. Həmçinin birinci toplananı tapmaq üçün cəmdən ikinci toplananı çıxırıq. 10 çıxılsın 5 bərabərdir 5. Topumuz 5-dir. Doğru cavab B variantı. Keçid edirik 14-cü tapşırığa. Bizdən demək, almaz verib, üstə gəl 3 bərabərdir 5. Yenə birinci toplananı tapmaq üçün cəmdən ikinci toplananı çıxırıq. 5-dən 3 çıxanda 2 eləyir. Yəni 2-nin üstünə 3 gələndə 5 edir. Həmçinin biz bildik ki, almazımız 2-dir. Ulduzu tapırıq. 6-dan, deməli 2-nin üstünə neçə gəlsək 6 edər. 6-dan, yəni cəmdən birinci toplananı çıxırıq. 6-dan 2-ni çıxırıq. Cavab eləyir 4. Artıq bildik ki, ulduzumuz da 4-dür. Deməli, 4 üstə gəl 4 bərabərdir 8. Doğru cavab C variantıdır. 15-ci tapşırığa diqqət edirik. 8 üstə gəl kiçik bir ayı rəsmidir. Burada baş hissəsi. Bərabərdir 9. İkinci toplananı verməyib. Deməli, ikinci toplananı tapmaq üçün cəmdən birinci toplananı çıxırıq. 8-in üzərinə neçə gəlsək 9 edər. 8-in üzərinə 1 gələndə 9 edir. Deməli, biz bildik ki, qəhvəyi rəngli ayımız 1-dir. İkinci misala baxırıq. Neçədən 3 çıxsaq 5 edər. Azalanı tapmaq üçün nə edirik? Fərqin üzərinə çıxılanı gəlirik. 5 üstə gəl 3 eləyir 8. Deməli, ağ ayımız da 8-dir. 1-in üzərinə 8 gələndə cavabımız 9 edir. Doğru cavab A variantıdır. Bugünlük bu qədər. Kanalımıza abunə olaraq pulsuz məntiq dərslərimizdən faydalana bilərsiniz. Hələlik. Sağ olun.